Salam, bugün səninlə Azərbaycan mülki prosesual məzəlləsinin bəzi maraqlı tərəflərinə baxacağıq. Salam. Əlimizdə məzəllədən çıxarışlar var. Məqsədimiz nədir? Çalışacağıq anlayaq ki, məhkəmə prosesləri bəzi, belə deyək, qeyri-standart hallarda necə işləyir. Yəni adi iddialardan fərqlənən vəziyyətlərdə? Bəli, bəli. Və əgər qərardan narazısansa, hansı yollar var? Gəl başlayaq elə. Həqiqətən, bu məcəllə mülki işlərə baxılmanın əsas qaydalarını qoyur, amma biz bugün, necə deyim, daha çox o standart iddiaçı cavabdeh sxemindən kənara çıxan məsələlərə baxacağıq. Yəni, xüsusi icraat. Bəli, xüsusi icraata, bir də şikayət mexanizmlərinə, apellyasiya, kassasiya kimi, bunlar əslində gündəlik həyatımıza toxunan çox fərqli məsələlərin məhkəmədə necə həllini tapdığını göstərir. Bax, elə bu xüsusi icraat sözü çox maraqlı gəldi. Adi məhkəmə işindən fərqi nədir tam olaraq? Niyə bəzi işlər üçün belə ayrıca bir yol var? Yaxşı sualdır. Əsas fərq odur ki, xüsusi icraatda məhkəmənin məqsədi çox vaxt iki tərəf arasındakı mübahisəni həll etmək deyil. Bəs nədir? Daha çox müəyyən bir faktı təsdiqləmək və ya bir şəxsin, deyək ki, hüquqi statusunu müəyyən etməkdir. Yəni, burada konkret qarşı tərəf olmaya da bilər, məhkəmə daha çox təsdiq edici bir rol oynayır. Çox maraqlıdır. Bəs hansı hallar, hansı situasiyalar bu xüsusi yanaşmanı tələb edir? Mənbədə deyəsən bir neçə nümunə var idi. Bəli, var və bu nümunələr göstərir ki, bu həyatın çox müxtəlif sahələrinə aiddir. Məsələn, hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi. Məsələn? Deyək ki, kiminsə qohumluq əlaqəsinin təsdiqi lazımdır və ya bir sənədin məhz həmin şəxsə aid olduğunun sübutu ya da vərəsəliyin qəbulu faktı. Bax, belə şeylər. Anladım. Sonra daha həssas mövzular da var. Məsələn, bir şəxsin xəbərsiz itkin düşmüş və ya ölmüş elan edilməsi ya da məsələn, övladlığa götürmənin təsdiqi. Bunlar birbaşa insanın taleyinə təsir edən məsələlərdir axı. Hətta mənbədə var idi şəxsin fəaliyyət qabiliyyətinin məhdudlaşdırılması və ya əksinə itirilməsi, əmlakın sahibsiz sayılması. Yəni, məhkəmə təkcə mübahisə həll etmir də. Elədir. Həm də, necə deyim, cəmiyyətin müəyyən qaydalarına həssas məqamları tənzimləyir, hüquqi vəziyyətləri aydınlaşdırır. Tamamilə doğrudur. Və zaman keçdikcə baxın, yeni məsələlər də bu siyahıya əlavə olunur, dövrün tələblərinə uyğun olaraq. Nə kimi? Məsələn, bugün çox aktual olan internet məsələləri, qanunla qadağan olunmuş informasiyanın internetdən götürülməsi tələbi və ya çox təəssüf ki, aktual olan məişət zorakılığı mövzusu. Hə, orada mühafizə orderləri var idi deyəsən. Bəli, uzun müddətli mühafizə orderinin verilməsi. Bunlar da xüsusi icraat qaydasındadır və çox vaxt daha qısa müddətlərdə həll olunur. Bu da məsələnin ciddiliyini göstərir. Məsələn, mühafizə orderinə məhkəmə 3 günə baxmalıdır. İnternet məzmunu ilə bağlı müraciətə isə 5 günə. Deməli, təcillik faktoru var. Aydındır. Bu xüsusi icraatlar həqiqətən çox geniş bir sahəni əhatə edilmiş, amma fərqi yoxdur. İstər xüsusi icraat olsun, istərsə də adi bir iddia, həmişə olur ki, tərəflər birinci məhkəmənin qərarı ilə razılaşmır. Bəs onda növbəti addım nə olmalıdır? Məcəllə buna imkan verir yəqin ki. Əlbəttə, narazı tərəfin hüquqları qorunur. Bizdə əsasən 2 pilləli şikayət sistemi var, apellyasiya və kassasiya. Aha. Qərar sizə rəsmi təqdim olunandan sonra adətən 1 ay vaxtınız olur apellyasiya şikayəti vermək üçün. 1 ay. Bəs apellyasiya məhkəməsi neyindir? İşə necə bax? Apellyasiya məhkəməsi, belə deyək, işə mahiyyəti üzrə yenidən baxır. Yəni, həm işin faktiki tərəflərini araşdırır, həm də hüquqi məsələlərə qiymət verir. Sanki işə sıfırdan baxılır, amma daha yuxarı instansiyada. Hətta bəzi hallarda, əgər üzürlü səbəbiniz varsa, birinci məhkəmədə təqdim edə bilmədiyiniz yeni sübutları da təqdim edə bilərsiniz. Hə, deməli, apellyasiya işin özünə, bütün detallarına yenidən baxmaq şansıdır. Bəs kassasiya, onun rolu nədir? Apellyasiyadan əsas fərqi nədir? Kassasiya şikayəti artıq apellyasiya məhkəməsinin qərarından sonra verilir. Bunun üçün adətən 2 ay vaxt olur və şikayət birbaşa ali məhkəməyə ünvanlanır. Ali məhkəməyə. Bəli, əsas fərq isə budur ki, ali məhkəmə, yəni kassasiya instansiyası bir qayda olaraq işin faktları ilə, sübutların qiymətləndirilməsi ilə məşğul olmur. Yəni, kimin haqlı, kimin haqsız olduğunu təzədən araşdırmır. Tam olaraq yox. Ali məhkəmənin əsas vəzifəsi yoxlamaqdır ki, aşağıdakı məhkəmələr, yəni birinci instansiya və apellyasiya
qanunları maddi və prosesual hüquq normalarını düzgün tətbiq ediblərmi? Aha, anladım. Bir növ hüquqi nəzarət funksiyasıdır da. Elədir. Sanki bir referidir. Oyunun özünü yenidən oynamır, amma qaydalara düzgün əməl olunub-olunmadığını yoxlayır. Məqsəd nədir? Hüququn bütün ölkə ərazisində vahid və düzgün tətbiqini təmin etmək, vahid məhkəmə təcrübəsi formalaşdırmaq. Və bəzi hallar var ki, əgər aşağı məhkəmə qanunu çox kobud şəkildə pozubsa, məsələn, işə baxan hakimlərin tərkibi qanunsuz olubsa, ya da tərəflərdən birinə məhkəmə haqqında heç xəbər verilməyibsə, Bəli. bax belə fundamental pozuntular varsa, ali məhkəmə həmin qərarı mütləq ləğv edir. Çünki bu ədalət mühakiməsinin əsas prinsiplərinin pozulması deməkdir. Başa düşdüm. Sistem çox pillidir və özündə nəzarət mexanizmlərini saxlayır. Yaxşı, bəs bir də beynəlxalq məsələlər var. İndi qlobal dünyada yaşayırıq. Xarici məhkəmələrin qərarları ya da beynəlxalq arbitraj qərarları. Məcəllədə bunlarla bağlı nəsə var? Onların Azərbaycanda tanınması, icrası necə olur? Əlbəttə, bu da nəzərə alınıb. Çox vacib məqamdır. Məcəllədə xüsusi fəsillər var ki, Azərbaycanın tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq xarici dövlətlərin məhkəmə qərarlarının və xüsusilə də beynəlxalq kommersiya arbitrajı qərarlarının ölkəmizdə tanınması və icrası qaydalarını müəyyən edir. Məsələn, New York Konvensiyası kimi. Bəli, məsələn, arbitraj qərarları üçün əsasən 1958-ci il New York Konvensiyası rəhbər tutulur. Bu, beynəlxalq ticarət və investisiyalar üçün çox önəmlidir. Maraqlı bir detal da odur ki, xarici arbitraj qərarlarının tanınması və icrası ilə bağlı ərizələrə birbaşa ali məhkəmə özü baxır. Birbaşa ali məhkəmə. Bəli. Bu da prosesi bir qədər sürətləndirir və işin əhəmiyyətini göstərir. Yəni, həm yerli, həm də xarici tərəflər üçün hüquqi müəyyənliyi artırır. Deməli, ümumiləşdirsək, Azərbaycan Mülki Prosesual Məcəlləsi həqiqətən də sadəcə qonşuların torpaq mübahisəsini həll etmək üçün bir kitabça deyilmiş. Qətiyyən. Bu, həm çox şəxsi, həssas məsələlərin evladlığa götürmə kimi hüquqi çərçivəsini müəyyən edir, həm müasir dövrün çağırışlarına internet məzmunu, məişət zorakılığı kimi cavab verir, həm də ədalətsiz hesab etdiyin qərarlardan şikayət etmək üçün, belə deyək, pilləli bir sistem qurur. Hətta beynəlxalq mübahisələrin nəticələrini də ölkə daxilində tətbiq etməyin yollarını göstərir. Ümid edirik bu qısa söhbətimiz sənin üçün bu mürəkkəb görünən sahəni biraz daha aydınlaşdırdı. Bəli, ümid edirəm faydalı oldu və sonda sənin üçün bir düşüncə sualı da qoyaq, hə? Bax, məcəllədə bu qədər fərqli və spesifik prosedurların olması, ailə məsələləri üçün ayrı, internet üçün ayrı, zorakılıq üçün ayrı, hətta deyək ki, bankların sağlamlaşdırılması üçün belə detallı qaydaların olması, səncə bu, müasir Azərbaycan cəmiyyətinin hansı prioritetlərini və ya üzləşdiyi hansı əsas çətinlikləri güzgü kimi əks etdirir? Bəlkə də buna barədə düşünməyə dəyər. Təsəvvür edin ki, kiminləsə, məsələn, qonşuyla və ya bir şirkətlə aranızda bir anlaşılmazlıq yaranıb və iş məhkəməyə qədər gedib çıxıb. Bəs sonra nə baş verir, proses necə gedir? Hə, bu çoxlarını düşündürən bir sualdır. Bəli, bugün məhz bu məsələyə aydınlıq gətirməyə çalışacağıq. Azərbaycanın Mülki Prosesual Məcəlləsinin bəzi, deyərdim ki, əsas və maraqlı məqamlarına baxacaq. Əlimizdəki mənbə də elə məcəllənin özüdür. Düzdür. Bu məcəllə əslində bütün bu mülki mübahisələrin məhkəmədə necə həll olunacağına dair bir, necə deyim, qaydalar toplusudur. Yaxşı, gəlin başlayaq elə birinci addımdan. İş məhkəməyə necə gedib çıxır? Yəni, kim müraciət edə bilər? Baxın, məcəllə çox aydın deyir ki, hər bir şəxs pozulduğunu düşündüyü hüquqlarının müdafiəsi üçün məhkəməyə üst tuta bilər. Bu, fundamental hüquqdur. Ha, bu aydındır. Amma burada çox maraqlı bir məqam var, bir yenilik də sayılar. Bəzi mübahisə növləri var ki, məsələn, ailə məsələləri və ya işlə bağlı mübahisələr, bu hallarda birbaşa məhkəməyə getmək olmur. Necə yəni? Bəs nə etmək lazımdır? Əvvəlcə mediasiya deyilən bir prosesdən keçmək lazımdır. Yəni, tərəflər məhkəmədən kənar bir vasitəçinin köməyi ilə razılığa gəlməyə çalışmalıdırlar. Bu, məcburidir. Mediasiya. Deməli, əvvəlcə danışıqlar, sonra məhkəmə. Bu, yəqin ki, işlərin daha sülh yolu ilə həllinə kömək edir, hə? Həm də məhkəmələrin yükünü azaldar. Tamamilə. Məqsəd elə budur. Həm tərəflər üçün daha az stresli ola bilər, həm də sistem üçün daha səmərəlidir.
Amma əlbəttə, razılıq olmasa, yol yenə məhkəməyədir. Yaxşı. Fərz edək ki, mediasiya olmadı və ya başqa bir işdir, məhkəməyə gəldik. Orada proses hansı, belə deyək, təməl qaydalar üzərində qurulur? Əsas prinsiplər var, bəli. Birincisi və ən əsası, qanun və məhkəmə qarşısında hamının bərabər olmasıdır. Yəni, vəzifəsindən, milliyyətindən, cinsindən asılı olmayaraq, hamı bərabərdir. Bu, ədalət mühakiməsinin təməlidir, əlbəttə. Bəli. İkinci çox vacib prinsip isə çəkişmə prinsipidir. Bu nə deməkdir? O deməkdir ki, tərəflər özləri aktiv olmalıdırlar. Yəni, iddianı irəli sürən öz tələbini sübut etməlidir, cavab verən isə öz etirazlarını. Aydındır. Yəni, hakim kənarda durub sübut toplamır. Əsasən yox. Hakim prosesə rəhbərlik edir, qanunların düzgün tətbiqinə nəzarət edir, amma sübutları təqdim etmək tərəflərin öz işidir. Məhkəmə də qərarını yalnız tərəflərin müzakirə etdiyi, ortaya qoyduğu dəlillərə əsaslanaraq verir. Deməli, passiv olmaq olmaz. Öz haqlılığını sübut etməlisən. Bəs məhkəmə iclasları necə? Hamıya açıq olur, gedib baxmaq mümkündürmü? Ümumi qayda budur ki, bəli, iclaslar aşkardır. Hər kəs gəlib dinləyə bilər. Buna aşkarlıq prinsipi deyilir. Maraqlıdır. Amma istisnalar var. Məsələn, dövlət sirri ilə bağlı işdirsə və ya kommersiya sirri, şəxsi ailə həyatı sirrinin qorunması lazımdırsa, yaxud yetkinlik yaşına çatmayanlar varsa, onda məhkəmə qapalı iclas keçirə bilər. Anladım. Yəni, həssas məlumatlar qorunur. Bəli. Amma nə olursa olsun, sonda çıxarılan qərar həmişə açıq elan edilir. Bu vacibdir. Və bir də müasir dövrün tələbi olaraq texnologiyalar. Texnologiya məsələsi, o necə tətbiq olunur? Artıq elektron məhkəmə sistemi fəaliyyət göstərir. Yəni sənədləri elektron formada göndərmək olar. Bu işləri çox sürətləndirir. Hətta bəzən, məsələn, tərəflər başqa-başqa yerlərdədirsə və ya fövqəladə hallar varsa, iclaslar videokonferansla da keçirilə bilər. Bu əladır. Deməli, məsafə artıq əngəl deyil. Bəs sübut məsələsinə qayıtsaq. Dediniz, tərəflər sübut təqdim etməlidir. Nələr sübut sayılır? Hər şeyi təqdim etmək olar? Sübutlar çox müxtəlif ola bilər. Yazılı sənədlər, əşyalar, ekspertlərin rəyləri, şahidlərin ifadələri, hətta səs və video yazılar da sübut kimi qəbul edilə bilər. Səs və video yazılarda. Bəli, amma burada çox vacib bir məhdudiyyət var. Əgər bir sübut, məsələn, həmin o səs və ya video yazı qanunu pozmaqla əldə edilibsə, ondan istifadə etmək qəti qadağandır. Necə yəni qanunu pozmaqla? Məsələn, kiminsə həbəri olmadan gizli şəkildə səsini yazmısınızsa və ya videosunu çəkmisinizsə, bu qanunsuz sayılır və məhkəmə bunu sübut kimi qəbul etməyəcək. Deməli, gizli çəkilişlər, səs yazmalar keçərli deyil. Bu, şəxsi toxunulmazlıq hüququ ilə bağlıdır yəqin ki. Tamamilə. Həmçinin, bəzi şəxslər var ki, onlar ümumiyyətlə şahidlik etməyə məcbur edilə bilməz. Məsələn, vəkil müştərisi barədə bildiklərini deməyə məcbur deyil və ya din xadimi etiraf zamanı eşitdiklərini. Məntiqlidir. Yaxın qohumlar da, məsələn, ata-ana, övlad, ər-arvad bir-birinə qarşı ifadə verməkdən imtina edə bilər. Bu da onların hüququdur. Başa düşdüm. Sübutların əldə edilməsi və istifadəsi çox ciddi şəkildə tənzimlənir. Qısa olaraq, məhkəmə xərcləri barədə də danışaq. Bu proses pulludurmu? Bəli. Məhkəməyə müraciət edərkən dövlət rüsumu deyilən bir ödəniş var. Bu, qanunla müəyyən edilir. Amma yenə də, qanun müəyyən şəxsləri, məsələn, az təminatlıları və bəzi iddia növlərini bu rüsumdan azad edir. Yəni, imkanı olmayanlar üçün də əlçatanlıq təmin edilir. Bəli, çalışılır ki, edilsin. Hətta məhkəmə şəxsin maddi vəziyyətini nəzərə alıb, rüsumun ödənilməsi üçün möhlət verə bilər, ya məbləği azalda bilər, ya da hissə-hissə ödəməyə icazə verə bilər. Bir də yeni qayda odur ki, bu rüsum artıq yalnız elektron qaydada ödənilməlidir, nağd yox. Hər şey rəqəmsallaşır deməli. Bəli, proses o istiqamətdə gedir. Çox sağ olun. Gördüyünüz kimi, əziz dinləyicilər, Azərbaycanın mülki prosessual qanunvericiliyi, yəni məhkəmə qaydaları, hüquqlarınızı qorumaq üçün olduqca ətraflı bir mexanizm təqdim edir. Əsasında bərabərlik, çəkişmə, aşkarlıq kimi prinsiplər durur. Eyni zamanda mediasiya kimi məhkəmədən kənar yollar və elektron məhkəmə, videokonferans kimi müasir texnologiyalar da sistemin bir parçasıdır. Sübut məsələsi isə xüsusi həssaslıqla tənzimlənir. Bu texnoloji yeniliklər, elektron məhkəmə, videokonferans barədə bir sual yaranır.
Sizcə, gələcəkdə bu rəqəmsallaşma mülki işlərə baxılma sürətinə, əlçatanlığına necə təsir edəcək? Hə, bu maraqlı sualdır. Texnologiya ədalət mühakiməsini daha səmərəli, daha sürətli edə bilərmi? Yoxsa bəlkə də yeni problemlər, məsələn, rəqəmsal savadlılıqla bağlı bərabərsizliklər yaradacaq? Bu barədə düşünməyə dəyər.